Mən Ağayev Bəhruz, uroloq cərrah Leyla Medikal Sentrdə çalışıram. Mən bu bayram münasibəti ilə xalqımızı, analarımızı, atalarımızı, bacı qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu il qismətdən həm Ramazan bayramı, həm də bizim ən çox sevdiyimiz bayram olan Novruz bayramı ilə eyni vaxta düşür. 20'si həm Ramazan bayramıdır, həm də Novruz bayramıdır. Bu hər ikisi bizlər üçün bir müqəddəs bayramdır. Ramazan bayramı İslam dininin ən gözəl bizə bəxş elədiyi bir bayramdır. Novruz bayramı da bizim tarixi kökümüzdən gələn bir bayramdır ki, hansı ki biz bunu əsrlərlə, illərlə bir xalq olaraq qeyd eləmişik. Və mən öz bu Novruz bayramı deyəndə hər zaman öz uşaqlıq xatirələrim, öz elimizdə, obamızda keçirdiyimiz günlər yadıma düşür. Çünki bu bayrama biz xüsusi hazırlaşırdıq, xüsusi tədbirlər keçirdirdik. Mənim doğulduğum bölgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Hansı ki bu bizim rayon uzun illər erməni işğalçıları tərəfindən işğal altında saxlanılmışdı. Lakin Müzəffər Ali Başkomandan, ordumuzun sayəsində xalqımızın bir olaraq bu torpaqlarımızı azad elədi və indi biz xoşbəxt xalq olaraq həmin Qarabağ torpağında da bu bayramları keçirdirik. Və inşallah bu ildə yəqin ki Qarabağ torpağına bir səfər eləyəcəyik və orada o bayram günlərini keçirdəcəyik və bir daha o xoş günləri təkrar yaşayacağıq. Və mən bu münasibətlə bütün xalqımızı ürəkdən bir daha təbrik edirəm. Heç zaman onlara bir daha dar gün, ağır günlər Allah təala qismət eləməsin, yaşatmasın. Çünki bizim xalqımız bu 30 il ərzində çox ağır sınaqlardan keçmiş bir xalqdır. Onlara xoş günlər, sağlam yaşamağı arzulayıram, bol ruzi bərəkətli olmağı arzulayıram onlara. Xoş günlər arzulayıram. Bir daha təbrik edirəm. Novruz bayramınız mübarək olsun, mübarək olsun, mübarək olsun. Əziz bayramınız mübarək olsun.